Herkese salam, sabahınız xeyirli, gününüz uğurlu keçsin. Mənim gözəl, dəyərli izləyicilərim. Necəsiniz? Halınız, keyfiniz, əhvalınız? İnşallah yaxşısınız. Bizdə də şükürlər olsun. Vallahi yaxşılıqdır. Bugün bacınızın ev günüdür. Bugün sizlərin məndən ən çox istədiyi video ilə gəldim. O videonu çəkib sizlərlə bölüşəcəm. Amma hələ öncə bir stəkan sok çək, ondan sonra çəkilişimizə başlayaq. O nə videodur deyərsinizsə də, bir çox izləyicilərim çoxu məndən istədi ki, pendiri necə hazırlayırsan, bizlərlə də bölüş. Mən də dünən süd zakaz eləmişdim. Bu səhər tezdən gətirdi. Pendirimizin də elə axar uxarıdır. Elə az qalıbdı. Bugünə səhərə qutarası şeydi. Dedim, tam qutarmamış süd zakazlayım, pendir edim. Həm də izləyicilərimlə paylaşım. Onu indi hazırlayacağıq. 15 litr süd zakaz eləmişəm. 10-11 litrini pendir edərik. Gerdə qalan 4 litrini mayalayacağım qatıq. Qatıq edərəm. Görək. Telefonumu yerləşdirin bacılar. Bir stəkan sok süzdüm. Sokumu içim, ondan sonra pendirimizi edərik. Deməli, ilk öncə nə edirik? Birinci südümüzü biraz ısıtacağıq. Qatığı necə mayalayırıq, elə o cür istiliyində olmalıdır. Nə əl yandırası yox, nə də soyuq yox. Soyuq olanda pendir alınmır, süd mayalanmır. Mayalansa belə də köpmür. Gərək isti tutaq yerinə. Bunun elə bil ki, iki butulkasını açım. Döküm, biraz ısınsın. Ondan sonra qalanını da pişirib qatıq edərəm. Pendirin südünü pişirmirik. Amma bir izləyicim yazmışdı ki, pişirib də edə bilərsən, çörüntü kimi. Onu bizim uşaqlar istəmir, xoşlamaz. Ondan mənim mamam da edirdi, bəyənmədilər. Gərək pendirin içi diş olar. Onda ürəklə yeyirlər. Vallahi əvvəllər düzü pendir zakaz edib alırdım. İndi belə bu cür yoxlayıram. Üçüncü dəfə də özüm mayalayıb hazırlayıram. Əlimdən gələn şeydir deyə. Görürəm, almaqdansa belə də nə qədər də olsa biraz nətər deyim. Vıqıdına olur da, belə deyim də, ekonom barəsindən almaqdansa belə də biraz sərf eləyir. Südün yağına baxın, nə qədər çalxalasam da yağ burada qaldı. Bundan da biraz boşaldım. Qalanını da qatıq edərəm. Oldu bu kadar. Süd təmiz süddür, amma yenə hər ehtimala qarşı mən süzgəncdən keçirirəm. Nədənsə avtomatik keçir qaz. Nəsə də krışqası zaten deyəsən, bayaq silib təmizləmişdim. Düzdür, öyle deyən bu keçir. Öz başına keçirir. Oldu. İndi bu biraz ılıqlansın xanımlar, göstərəcəm nə ilə mayalayıram. Belə hazır maya almışam. Bundan mən 10 litrə, 15 litrə çay qaşığın elə biraz ortasında vururam da, çox vurmuram. Çox vuranda pendirdən elə bir ki, dərman iyi gəlir. Ona görə bunu çox az istifadə edirəm. Həm təzə edirəm deyə bir çay qaşığı vururam. Mama deyibdi ki, kəndə gəlib edəndə mənim özüm hazırlayacağım. Təbii mayalar olur, o qoyunun qursağından olur. Ondan hazırlayaram, apararsan. Mən indi Allah qoysa kəndə yolum düşsə, anam hazırlayar, gətirərəm. Ələlik belə hazır maya ilə idarə edək. Altını söndürdüm. İndi baxaq görək nətəridir. Əl yandırmayan qatıq mayaladığımız süd kimidir.
11 litr süd idi. Baxın, bu qədər maya vururam. Heç bir çay qaşığını da doldurmuruq. Görünürmü? Baxın, bu qədər. Hər tərəfinə belə hərləyirəm, ondan sonra qarışdırıram. Qarışdırıb krışkasını örtürük. 15 dəqiqəyə də mayalanır, 20 dəqiqəyə də mayalanır. Ondan sonra belə yenə qarışdırıb suyunu süzürük. Yəni zəhmətli işdimi? Zəhmətli işdir xanımlar. Belə mal-qara saxlayan, zəhmət çəkən böyüklərimizin nə əziyyət çəkdiyini belə qayırıb qoyduqca net bir şəkildə adam başa düşür. Həqiqətən də zəhmətli işdir, amma axırda ləzzəti var. Ləzzətli işdir. Yəni özün hazırlayanda bir başqa olur. Alanda da bir başqa olur, indi fərqli olur. Serovnoy adamın əlindən, qolundan gəlirsə də niyə özün hazırlamayasan ki? Belə, bu qalsın belə. Bunu belə sərdim ki, tez soğumasın, süd isti qalsın. Belə örtsək daha yaxşı olar. İndi mən də gətirim, bu ortalığı yığışdırım. Bu südü də süzüm, asın, bu da pişsin. Çölə qoyarım, biraz sərməyəndən sonra bunu da gətirib mayalayaram. Qatıq edərik. Bunu da süzdüm. İndi bunu da asaq, bu da pişsin. Qatığımızı mayalayaq. Ondan sonra ayrı işlərimizi görək. Allah dünyasını dəyişən böyüklərimizə rəhmət etsin. İçində də mənim nənəmə, babama, məni pendir mayalamağı nənəm öyrədib. Məni uşaq vaxtından nənəm saxlayıb. Belə bil ki, 7 yaşım olardı. 6-7 yaşımdan məni nənəm saxladı çöldə. Çöldə deyəndə yay fəsilləri məktəb qutaranda bizi dağa aparırdılar, yaylağa. Dağda gedib mal-qara saxlayırdıq. Çox idi bizim o vaxtın mal-qaramız. Yenə də hal-hazırda saxlayırlar, amma o vaxt daha çox idi. Süd sağardı, qaymaq edərdi nənəm, qaymaq etməyə köməkli edirdim, pendir etməyə köməkli edirdik. Yəni indi 6-7-8 yaşında uşaq nəyə köməkli edər? O vaxt belə qaymağı çəkməkdə maşınqa fırlayırdıq. Onları o çirəkdən fırladırdı. Belə mayalayanda suyunu bizə götürdürdü. Toyuq cücə saxlayırdı orada, toyuq cücəyə baxırdıq. Nə bilim, bir sözlə nənəmin tökdüyünü yığdım. O türklərin bir sözü var. Nənəm bu pendir etməyin bütün püf nöqtəsinə öyrətdi. Öyrəndim onun əlimlə, hər şeyi götürdüm, gördüm. İndi düzü burada gələndən etməmişdim. Amma birdən axılıma gəldi ki, nəyə mən bu qədər pulu pendirə verib alım? Həqiqətən də çox bahadır. İndi südü də baha alıram. Biraz ucuz olsa daha yaxşı olar. Amma alınma pendirə baxanda belə hazırlanma ekonomiyada olur. Ən azından 3000 tengəyə qədər ekonomiya olur. Amma zəhmət çəkirsən, indi onu da etməyək ailəmiz üçün. Zəhmətli iş də olsa hazırlayırıq, öz əlimizdən hazırlayırıq. Belə bacılar, buraları gətirim sərgə səhmana salım, bu balonları çıxardım çölə, birazdan çöldə bunları bir kloka yığacaq, musur gələndə verməkdən ötəri artıq bunu istifadə etməyəcək. Ondan sonradakı ayrı işlərimi görərəm, ona tam südümüz mayalansın. 20 dəqiqədən sonra sizlərə göstərəcəm, görüm nətər alınıbdır. Bu yarpızdır, qurutmuşam. Kənddən Qismətin dayısının yoldaşı gəlmişdi. Onun yanında demişdim, keşke qaynanama deyəydim, mənə də yarpız qoyaydı. Mən bunu doğada istifadə edirəm xanımlar. İndi bilmirəm, siz tərəflərdə varmı? Dərə çayların kənarında bitir. Ən çox da belə yaz vaxtı qəşəng-qəşəng bitir, qoxusu çox olur. Sağ olsun, o da özünə gətirmişdi, yarısını böldü, mənə verdi. Deydi, al yarısını sən götür, yarısını da mənim özüm istifadə edərəm. Mən də gətirdim. Düzü içində yarpıza oxşan otlar da var idi. Qarışdırıb da çox oxşuyur yarpaqları bir-birinə.
Biri var qoxulu, biri var qoxusuz. Mən qoxulu olanları götürdüm belə, qurutdum. İndi bunu az-az doğğa pişirdikcə doğğaya vuracağım. Mamam da deyibdi, yığmışam deyir, nə qədər yığdım deyir, quruduram. Həm də bu çox xeyirlidir xanımlar. Orqanizmə bunu elə çiğ yemək də, göyərti kimi yemək də, çiğ deyəndə, yəni belə də. Həm də ki, doğada istifadə etmək çox xeyirlidir. Südümüzə baxın, artıq hazırlaşır pişməyə. Ona görə yanımda dururam, qazan balacadır, daşmasın. Biraz mən bunu bilirsiniz, qaynadıram. Tərkibində su varsa da o buxarla çəkilir. Qatıq mayalayanda da qatığı belə qəşəng daş kimi olur. Bir də mənə sual vermişdilər izləyicilərimdən bir neçəsi ki, qatığı nə ilə mayalayırsan? Mən elə mayaladığımız qatıqdan maya tuturam, xaladenikdə saxlayıram, onunla mayalayıram. Smetanla mayalayanda qəşəng alınmır. Yəni bizə görə qəşəng alınmır, belə uzanır maya. Onu yəni qatıq uzanır da, belə deyim. Ona görə smetanla istəmirəm, elə kənd dədə-baba usulu qatıqdan mayalayıb elə qatıq çıxardırıq ortaya. Bunun da hələ halına baxmamışam. Bir 10 dəqiqə keçərdi. Bir 10 dəqiqə də gözləyə elə baxarıq. Hər dəfə süd bişirəndə bir stəkan o süddən mən içməsəm olmur. Bir qaşıq pesok vururam. Qəşəng bu südü çörəklə içirəm xanımlar. Mən çox xoşlayıram. Mənə kimi belə süd xoşlayan varmı? O da ki, belə təbii süd içirəm. Mağazində alınan südləri içmirəm. Mağazin demişkən, bir dəfə mənə bir izləyici də yazdı. O pendiri özüm hazırlayıram deyəndə hansı süddən? Mal südü xanımlar, təbii mal südündən hazırlayıram. Mağazindən alma süddən heç nə hazırlamamışam, nə bilmirəm ondan pendir olar. O südlər indi öz aramızda paraşokla olur da. O süddən nə olası da, nə pendir çıxar. Bu da belə pişdi. Altını söndürdüm, biraz qaynatdım. İndi sosun, ondan sonra mayalayarıq. Südümüz artıq mayalanıb. Qarışdırdım deyə qaymağı orta hissəsində qalıbdı. Baxın, belə bu cür. İndi bunu belə qarışdırırıq xanımlar. Qarışdırandan sonra bunun suyu çıxacaq. Çıxdıqca biz bunun suyunu götürəcəyik. Bu dələmə dediyimiz, baxın bu. Bu bərkiyənə qədər suyunu götürürük. Bərkiyəndən sonra o setka kimi olan bayaq göstərmişdim. Cəm. Onun içine tökürük. Orada artıq pendir halına gəlir. Baxın, belə bu cür qarışdırdıqca suyu çıxır. Suyunu biz götürdükcə yenə çıxacaq biraz. O suyundan da şor hazırlaya bilirik. Baxın, bunlar bərkməlidir. Mən hər dəfə pendir edəndə şor edirəm. Şoru da çox dadlı, ləzzətli olur. İndi yenə edəcəm. Bir nə qədər şoru da alınır. Baxın, belə bu cür. İndi bu belə dursun. Mən gedim namazımı oxuyum. Oxuyub gələnətən artıq suyu çıxacaq buna. Baxın, görürsünüz, artıq suyu çıxdı. Suyu biraz da artacaq da. Ondan sonra o suyunu bir qava yığarıq. Ondan pendirimizi hazırlayarıq. Hələlik ağzını örtək belə. Gedək namazımızı oxuyaq. Bu da ki, hələ qaynardı. Deməli, xanımlar, mən artıq başlamışam işimizə. Amma mənim qara civcivlərim gəlib əlimə, ayağıma dolaşırlar. Qoymurlar işimi düzgün əməli görəm. Bu aralar məni çox nervləndirirlər. Qulaq asmırlar. Hə, Ali? Hə, üzün ağ olsun. Yəni demişim, ayaqqabılarınızı təmizləyin, gedib öz ayaqqabısını təmizləyir. Neyse, biz öz işimizə odaklanaq. Mən bunu boşaldım. Bunun artıq yarısından çox su yığmışam xanımlar. Biraz var, onu da təmizləyim, yəni boşaldım.
Baxın, bu hissəsini sizə göstərmək istəyirəm. Bir dəqiqə. Ondan sonra məni hızlanmış bir şəkildə izləyərsiniz. Baxın, bu hissəyi sizə göstərim. Baxın, dələmə artıq dibinə çökməyə başlayır. Görürsünüzmü? Mən görmürəm sizi. Dibinə çökməyə başlayır, yəni bərkiməyə başlayır. Biz də bu suyu belə bu cür tam boşaldacağıq. Bu bərkiyənə qədər suyu boşaldacağıq. Ondan sonra pendirimizin hazır olmağına az qaldı demək olar. Baxın, bu qədər su yığmışam. Bu sudan da şor hazırlayarıq. Atmayaq, heyfdir. Bir neçə sabahlıq qəşəng şor hazırlayarıq. Yəni, nə bilim, göyərti kətəsi bişirərik, içinə vurarıq. Şordan nə olmaz ki? Kim nə bacarır, onu edir. Telefonumu da qoydum. Axı, belə, mən tez-tez işi görüm. Siz məni hızlanmış bir şəkildə izləyin. Aynı var. Ben Nike'ım var aynı. Ne? Nike'ım. Atmışam. Niye? Tulladım, getdi ikisi də. Niye hayır? Hı? Niye? Getdi də neynirsən də, artıq o köhnəlmişdi. Arada bir yenə belə qarışdırmaq lazım ki, suyu yenə çıxsın. Artıq bərkidir. Suyunu tam süzdüm. Suyuna baxın, nə qədər oldu. Elə bil südün özünü götürdük də buradan. Burada da biraz dələməsi oldu. İndi bunu setkiyə atacağıq. Belə xırdalayıb atacağıq. Ha, baxın, belə bu cür belə əzirik. Ondan sonra setkanın içinə yığacağıq indi. Mən setka deyirəm, buna deyirəm. Bax, bu belə setka kimi olan cəmin içinə yığırıq indi. Altına da belə boşqab qoydum. Suyu süzülsün, bu birisinə yığılsın. Suyun içində qalmasın deyə pendir. İndi bunu belə götürürük xanımlar. Belə yerləşdiririk. Hər dəfə yerləşdirdikcə də bayaq dediyim kimi belə əzə-əzə tam otursun biri-birinə. Belə bir boşqab da qoyuruq. Üstünə də ağır şey qoyuruq. Banka qoyuram. Belə bu cür. Ağırlıq salıb tam suyu süzüləcək indi. Götürüm o tərəfə qoyum, yağımın altından orada qoyaram bankanı. İndi bu götürdüyümüz suyu tökürük, şorunu hazırlayırıq. Şoru hazırlayanda da gördük ki, bu qızandan sonra baxın belə bu cür qarışdırırıq. Qarışdırırıq, qaynamağa qoymuruq. Şor bunun üzünə yığılandan sonra götürürük. Yəni biz şor deyirik xanımlar. Keçən videoda da bir izləyicim demişdi, biz tərəfdə ona nor deyilir. Amma biz tərəfdə şor deyilir. İndi hər bölgədə bir cür deyilir. Mən özüm bildiyim kimi deyirəm. Amma siz artıq başa düşdünüz də mən nə demək istədiyimə. Nəysə, pendirimiz belədir. Bunu da hazır edirik, onu da qoyduq. Artıq biraz suyu çəkiləndən sonra duzunu vuracağıq, yerinə yerləşdirəcəyik. Elə bir çətinliyi yoxdur. Tam göstərdim sizlərə bu videoda. Amma zəhmətlidirmi? Zəhmətlidir. İndi biraz da zəhmət çəkmək lazımdır da.
biraz ekonomiya istəyirsənsə də zəhmət çəkmək lazımdır. İndi kim necə istəyir elə edər. Mənə görə hələ hal-hazırki halımızdan belə etmək sərf elədir. Ona görə həm şorunu istifadə edirik, həm pendirini istifadə edirik. Həm biraz da artıq süd alıram, qatığını istifadə edirik. Yəni bir sözlə evdə heç ağartı əksiyi olmur. Süddür, qatıqdır, şordur, belə şeylər hər dəfə evdə olur. Yarım saat saxladım, suyu tam süzüldü. İndi o bir üzünə çevirdim. Bir 15-20 dəqiqədə belə bu üzündə də qalsın. Ondan sonra duzlaya bilərik xanımlar. Baxın, artıq belə toxunanda görürük ki, bərkiyibdir. Pendir halına gəlibdir. Duzlayandan sonra da isti yerdə saxlamaq lazımdır. Biraz üstünü örtsək daha yaxşı olar. Onda içi diş-diş alınır. Boşqabı indi də belə qoyaq. Yenə ağırlıq qoyaq üstünə. Bu tərəfdə də tam suyu süzülsün. Qalsın belə. Burada da ki artıq elə bil ki görürsən buğlanır. Yavaş-yavaş belə qarışdırmaq lazımdır. Bunu belə qarışdırmasaq su ilə şor biri-birinə qarışacaq. Onda da ki elə bil ki az götürürsən də, amma belə qarışdıranda görürsən ki suyun üzünə yığılır. Onu da süzgənclə götürüb ayrı bir süzgəncə qoyuruq. Orada da suyu süzülür tam. Bu qədər də şorumuz oldu. İndi suyu tam süzülsün. Ondan sonra duzlayıb yerləşdirəcəm. Bu da artıq duzdan asılıdır xanımlar. Su da belə. Nə qədər qab-qacaq bulamışam. Evi səliqə səhmana salmaq lazımdır. Biraz stolun üstünü tör-töküntü edib uşaqlar. Klok zad var, oradan götürüləsi onları götürüm. Ondan sonra bunların işinə yenə davam edərəm. Artıq işi qutardı demək olar da hər ikisinin də duzdanlısı qalıbdı. Daha artıq iş qalmadı.